Herkese salamlar, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Videoyu geçmişten evvel dostlar kanalda destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında paylaşımlar eləyir. Texniki analiz, fundamental analizlərimi paylaşıram şəxsən. Müzakirə edirik. Aldığımız səhmləri və yaxud alacağımız səhmləri və müzakirə qrupumuzda da əlavə müzakirələr edirik. Sizlərə dəstək oluram. Necə alış edirsiniz, komissiya söhbətləri və s. Bütün mövzularda dəstək olmağa çalışıram dostlar. Linki şərhlərdə olacaq. Bugünkü videoda dostlar Telegram kanalında da söz verdiyim kimi sizlərə yeni bir səhm tanıtımı edəcəm dostlar. Bu səhm tanıtımımız adı Bridge Aerospace Group Holdings'dir. Dostlar ümumiyyətlə çalışacağım bu həftədən artıq hər həftə yeni bir səhm tanıtımı edim sizlərə. Düzdür, mənim biraz çətin olacaq, amma çalışdığım qədər etməyə çalışacağım dostlar. Hər həftə bir yeni səhm tanıtımı və bir yeni əlavə fond bazarları haqqında məlumat xarakterli öz təcrübələrimi paylaşdığım video olacaq. Nəysə dostlar, deməli səhmimizin adı Bridge Aerospace Group Holdings şirkəti. Şirkətimiz budur dostlar, 1.70 USD dəyəri gördüyünüz kimi 6 aylıq qrafikdə 18,88% bir artış yaşayıb. Texniki analiz burada da alış nöqtəsində dostlar, texniki analizi çox vaxt ayırmaq istəmirəm. Alış nöqtəsindədir, yəni indi ala bilərsiniz, bazar açılan kimi alın yəni. Alış nöqtəsindədir. Düzdür, mən bazar açılan kimi 2 dollardan açılsa onu deyə bilmərəm, amma hal-hazırda alış nöqtəsindədir. Yəni 1.70 USD alış nöqtəsi, bunu deyə bilərəm. Bəli, deməli İlk öncə dostlar, gəlin maliyyə analizləri, bors səviyyələri və s. baxaq, sonradan sizə şirkət haqqında ətraflı məlumat verəcəm. Deməli dostlar, son 4 rüb haqqında məlumat versək, şirkət bir dəfə karlı nəticə verib, 3 ay ərzində qazanclı olub, ondan sonra qazancları düşüb və hal-hazırda 2-ci rübdə qazanclı olub. 3-cü rübdə də səhm başına, bir səhm başına 0,132 USD qazanc gözlənilir dostlar. Bors səviyyələrinə baxsaq, bors səviyyələrini dostlar deməli hardasa demək olar eyni qalıb dostlar. Gördüyünüz kimi 3 aylıq borc səviyyələri az çox eyni qalıb. İlliyə baxsaq isə illik borc səviyyələri biraz artıb təbii olaraq, normal oldu. Amma illik balansları da artıb, yəni nağd vəsaitləri də artıb. Bu da yaxşı haldır. Məsəl üçün sərbəst nakit akışı deyə bir şey var burada. Yəni ki, sərbəst nağd dövriyyəsindən söhbət gedir. Yəni kasasına girən puldan. Bu da artıb gördüyünüz kimi. Mənfidən çıxmağı bacarıblar. Bu yaxşı haldır. Proqnozçuların dərəcələndirmələrinə baxaq dostlar. Gördüyünüz kimi minimum 5 dollar səviyyə qoyublar bu səhm başına. Və buradakı təxminləri də gördüyünüz kimi şirkət 2024-də Nasdaq birjasında listinq olunub və 2025-ci ilin ilk təxminində şirkətin gəlirlərini əhəmiyyətli dərəcədə artırmaq gözlənilir. Yəni mənfi 0,81 sentdən mənfi 0,5 USD-yə, daha doğrusu USD-dən mənfi 0,5 USD-yə qaldırmağı planlaşdırırlar. Həmçinin qazancları illik dərəcədə 109 milyon dollar səviyyəsi çatdırmağı planlaşdırırlar. Gəlin bu səhm haqqında məlumata keçək dostlar, əsas hissəyə keçək. Deməli, səhmimiz dostlar Bridge Aerospace Group Holdings'dir. Nə şirkət dostlar? Sizə qısaca aydın olaraq deyim. Bu şirkət dostlar, deməli, əsasən hava nəqliyyatı xidməti göstərir. Necə xidmət göstərir? Yəni meşə yanğınları, ərazi xilas etmə, deməli, xidmətləri, yəni müşahidə xidmətləri, bu xidmətlər üzərində işləyir dostlar. Bildiyimiz kimi dünyamız hər il daha da istiləşir. Yəni bu normal, yəni bildiyimiz halda, normal hal deyil təbii ki, amma bildiyimiz vəziyyətdir. Qlobal istiləşmə və s. hər il daha da artır, temperatur hər il daha da artır. Hal-hazırda Azərbaycanda belə bunu görürük. Yəni bu şirkət ABŞ-da bu fəaliyyətlə məşğuldur dostlar. Və çox təəssüflər olsun ki, gələcəkdə bu proseslərin artmasına görə bunun kimi şirkətlərin gələcək perspektivi yüksəkdir dostlar. Bunu sizə deyim. Yəni bunun kimi şirkətlər gələcəkdə çox iş görəcəklər. Çünki gələcəkdə təəssüflər olsun ki, meşə yanğınları, qlobal istiləşmə və s. daha çox olacaq. Bəli dostlar, bu şirkət bu ilə məşğuldur. 2024-cü ildə şirkət 98,6 milyon dollar gəlir göstərir və 2025-ci il üçün 105-111 milyon aralığında gəlir proqnozlaşdırılır dostlar. Şirkətin məqsədi budur ki, ildən ilə yaranan şansları daha uzun mövsümə yaymaq. Yəni dediyim kimi bu şirkətin əsas gəlir mənbəyi meşə yanğınları söndürülməsi və s.dir. Yəni müşahidə xidməti təzə-təzə başlayıb bu şirkətdə. Lakin bu deməli yanğınlar və s. ilə mübarizəni mövsümü
deyil, yəni daha gündəlik il boyu xarakterə çevirmək istəyirlər. Yəni məsəl üçün elə ola bilər ki, ABŞ-da işləyirsə bu şirkət İspaniya ilə Portuqaliyada bilirik ki, meşə yanğınları çox olur. Mövsümdən asılı olmayaraq olur. Yayda gün boyu belə olur, o dərəcədə şiddətli olur. Yəni elə ölkələrlə əməkdaşlıq eləyə bilər və nəticədə gəlirlərini çox artıra bilər dostlar. Düzdür bilirəm, yəni biz belə şirkətlərə yatırım etmək deyə bilərsiniz nə dərəcədə düzgündür falan, amma yəni bu şirkət meşə yanğınlarının qarşısını almaq üçün fəaliyyət göstərir dostlar. Yəni burada pis bir şey yoxdur. Filial və infrastrukturun genişləndirilməsi, beynəlxalq bazarlar. Şirkətin İspaniyadan Super Scooper tipli təyyarələr alıb və onları xidmətə qaytarma işləri aparır. Yəni beynəlxalq genişlənmə aparır dostlar. Bu yaxşı haldır. Bazarlarını böyütməyə çalışırlar. Şirkət təmir və modifikasiya və nəzarət və hava görüntülənməsi sahələrində fəaliyyətini artırmağı planlaşdırır. Bu isə ənənəvi yalnız su atma təyyarələri biznesinə savayı gəlir diversifikasiyasına yönəlib dostlar. Bu çox yaxşı haldır. Dediyim kimi şirkət artıq təmir və modifikasiya və hava görüntülənməsi, yəni hava nəzarəti, hava müşahidəsi xidməti göstərməyə başlayır dostlar, planlaşdırır bunu. Balans vərəqəsində Fox borcun azaldılmasıdır. Borcun azaldılmasına çalışır bu şirkət maksimum. Şirkət sonuncu paylaşımlarında bir neçə paylaşım edib ki, Montana kampusundakı hangar və ofis kompleksini saat geri icarəyə razılaşması əldə edib və təxminən 46 milyon dollar vəsait qazanır və bu ilə də borcu bağlamaq niyyətindədir. Bu da çox yaxşı haldır. Texnologiya və xidmət innovasiyası dostlar. Deməli şirkət Agnes Technology icadlı proqram platformu inkişaf etdirir. Hava yer inteqrasiyası, real zaman görüntülənmə, sensorlar, hava nəzarəti xidmətləri vasitəsilə ənənəvi təyyarə xidmətindən daha yüksək marjinli xidmətlər keçmək istəyir. Bu da çox yaxşı haldır dostlar. Şirkətlərin gəlirlərini artırması üçün işləməsi, gəlirlərini diversifikasiya etməsi çox mühüm haldır və çox yaxşı haldır. Buna nəzər yetirin hər bir şirkətdə. Bu texnologiya şirkəti rəqiblərdən fərqləndirə bilər və səyahət yanaşma tiplərini genişləndirə bilər. Bu da çox yaxşı haldır. Risklər nədir dostlar? Şirkətin qarşısında risklər var təbii olaraq. Hal-hazırda əsas gəlir mənbələri hava yanğınlarının söndürülməsidir. Və əsasən bu hava yanğınlarının söndürülməsində şirkət dövlət və yaxud dövlətlə əlaqəli təşkilatlarla işləyir. Yəni amma gördüyünüz kimi şirkət gəlirlərini diversifikasiya etməyə çalışır və nəticədə dövlət və dövlət əlaqəli təşkilatlardan yayınıb daha geniş bazarlarda fəaliyyət göstərə bilər. Mənim də qənaətim budur ki, dostlar, Bridge Aerospace hazırda yüksəlmə mərhələsində olan şirkət kimi görünür. Əsas biznesdə artım var, yeni istiqamətlərə yönəlir, balans vərəqində təmizləmə işləri aparır, yəni borclarını azaldır. Əgər şirkət plan etdiyi kimi böyüyərsə və mövsüm xarakterli risk idarə edə bilsə, gələcəkdə mənfəətə keçmə şansı yüksək. Bu qədər dostlar. Yəni şirkət haqqında bu qədər. Mənim də fikrim budur ki, bəli, şirkət dediklərini edə bilsə və edir də, gördüyünüz kimi borclarını azaldır, yeni razılaşmalar əldə edir və s. Yəni daha da edərsə, davam edərsə, nəticə bizim üçün çox yaxşı olacaq. Gördüyünüz kimi gecə bir belə bir şey olub. Yəni 2 dollara qalxıb so tezdən düşüb 1.66-ya. Bilmirəm niyə olub dostlar. Bəlkə də Yahoo Finance-da bir xəbər olub, ola bilər. Amma şirkətin gəlir açıqlaması hələ 17 noyabrdadır, yəni ona görə olub. Belə dostlar, yəni videomu bəyəndisə like da bilərsiniz, sualınız olursa şərhdə yaza bilərsiniz. Sağ olun, salamat qalın, gələcək videolarda görüşərik.